Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. İnşallah bugünkü videomuzda miqyasa aid ümumiyyətlə hər bir şeyə baxacağıq. İnanıram ki, videoya baxdıqdan sonra miqyas məsələləri sizin üçün artıq bir udumluq su formasına gələcək. Yəni rahat olacaq sizin üçün. Buna inanıram ilk növbədə. İndi birinci başlayaq. Miqyasın nə olduğundan görək. Burada miqyas nədir? Biz miqyası nəyə deyirik? Ümumiyyətlə yadımızda saxlayaq ki, kartoqrafik təsvir vasitələrində, yəni ki, plandır, xəritədir, qlobusdur, həqiqi məsafələrin yaxud da ki, həqiqi sahələrin neçə dəfə kiçildiyini göstərən bir kəsr ədədidir, bir kəmiyyətdir. Bunu biz başqa formada desək, daha doğru dillə izah etməyə çalışsaq, deyərik ki, miqyas bizə yer səthindəki obyektləri neçə dəfə kiçiltdiyimizi göstərir. Mənə bir həqiqi sahə verilib, mən o sahəni xəritəyə və yaxud da ki, hər hansı bir vərəqə köçürtmək üçün onu dəfələrlə kiçiltməliyəm. Bax, buna biz deyirik miqyas. Və miqyası ifadə formasına görə qruplaşdırırıq, 3 yerə bölürük. Var ədədi miqyas, var izahlı miqyas və var xətti miqyas. Deməli, 1, 2 və 3. Ədədi, xətti və izahlı miqyas var. Bunları yadımızda saxlayaq. Daha sonra görək ədədi miqyas nədir? Nəyə ədədi miqyas deyirik biz? Sürəti vahid, məxrəci yuvarlaq ədədlərdən ibarət olan kəsr ədədinə biz ədədi miqyas deyirik. 1 bölünsün 20.000, 1 bölünsün 6 milyon, 1 bölünsün 100 milyon, 1 bölünsün 3000, 1 bölünsün 2000 və s. Yəni 1 bölünsün, bunu biz kəsr kimi də qeyd edə bilərik. Baxın, sürəti vahid, yəni 1, məxrəci isə hər hansı bir yuvarlaq ədəddən ibarət olan kəsrə. Buna biz ədədi miqyas dedik. Ədədi miqyasda yalnız biz ədədlər, rəqəmləri görürük və bunu bizdən bəzən izahlı miqyas kimi tələb edirlər. İzahlı miqyas nədir? Ədədi miqyas izahlı şəkildə ifadə edir. Birinci növbədə baxın, ədədi miqyasdan izahlı miqyasa keçərkən nəyə fikir verməliyik? Biz həqiqi məsafələri və sahələri adətən metr və kilometrlə hesablayırıq, ölçürük. Xəritədəki sahələri isə santimetr və santimetrin kvadratı ilə hesablayırıq. Bizdə burada yazılan bu ədədlər, rəqəmlər nəyi bildirir? Tutalım ki, baxın, 1 bölünsün 3000. Bu o deməkdir ki, 1 santimetr bölünsün 3000 santimetr deməkdir. Yəni, xəritədə 1 santimetr real həyatda 3000 santimetrə bərabərdir. Amma biz həqiqi real həyatda heç vaxt məsafələri santimetrlə ölçmürük. Adətən biz bunu bayaq qeyd etdiyimiz kimi metr və kilometrlə ölçürük. Ona görə izahlı miqyasa keçən zaman biz buradakı rəqəmləri metr və kilometrlə izah edirik. Və biz bilirik ki, 1 metrimiz 100 santimetrdir, 1 kilometrimiz 100.000 santimetrdir. Yoldaşlar, ona görə biz miqyasda metrə çevirərkən 2 sıfır silirik. Bax, 2 sıfır silmə söhbəti buradan gəlir. Və ona 2 sıfır sildikdə, 2 dənə sıfır sildikdə rəqəmin yanına metr yazırıq. 5 sıfır sildikdə isə dedik axı 1 kilometrimiz 100.000-dir. Baxın, burada da nə yazırıq? Rəqəmimizin sonuna kilometr yazırıq. Bax, kilometr və metr söhbəti buradan yaranır, buradan gəlir. Baxın, 1 bölünsün 20 miqyasından 2 dənə sıfırı sildik. Yazırıq izahlı miqyas kimi. 1 santimetrdə 200 metr. Və yaxud da baxın, 1 bölünsün 6 milyon miqyasını izahlı miqyas kimi 5 dənə sıfırı sildik. Qaldı yerdə 60. 1 santimetrdə 60, amma rəqəmin sonuna kilometr yazırıq. Baxın, burada nə yazmışdım? Metr. Çünki 2 sıfır silmişdik. Bu olur bizim izahlı miqyasımız. Bəs xətti miqyas nədir, yoldaşlar? Xətti miqyas isə ədədi və izahlı miqyasın qrafik təsviridir. Ədədi miqyas nə oldu? Ədədi miqyas, daha doğrusu xətti miqyas nə oldu? Ədədi və izahlı miqyası qrafik təsvir edəndə olur ədədi miqyas. Və
Baxın bu şəkildə yazılır. 10, daha sonra 0, sonra 10 artıra gedir. 10, 20, 30 və sonunda metrdirsə metr, kilometrdirsə kilometr gedir. Baxın məsəl üçün bu ədədi miqyasdır. Bunu çevirdim izahlı miqyasa. Burada da onu xətti miqyas kimi təsvir etdik. Bu oldu bizim xətti miqyasımız. Sonra gəldik miqyasa aid məsələlər var. İşin əsas vacib hissəsi buradan başlayır. Miqyasa aid məsələlər dedikdə, miqyasa aid məsələlərin izahına görə biz bir neçə düstura baxırıq. Birinci, məsafələri ölçmək üçün bizim düsturlarımız var. Baxın bu 3 düstur məsafə üçündür. Burada mən bu düsturların, burada açıqlamalarını vermişəm. Baxın, biraz yaxınlaşdırsaq. Nədir burada? Deməli, burada yazılan həqiqi məsafədir. Baxın, bu H və M həqiqi məsafədir. Burada yazmışam. Böyük M miqyası bildirir. X və M isə xəritədəki məsafəni bizə bildirir. Yəni burada baxın, bu düsturun açıqlaması nədir? Həqiqi məsafə bərabərdir miqyas vurulsun xəritədəki məsafə. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə bölünsün miqyas. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Bu düsturlardan istifadə edirik biz. Əsasən məsələnin şərtini başa düşsək, düsturlar artıq yerinə qoymaq bizim üçün çox rahat olar. Bunu yadımızda saxlayaq. Baxın, birinci məsələni həll eləyək. Baxaq birinci məsələyə. Demək, məsələnin şərtində bizə nə deyir? Deyir ki, miqyası 1 bölünsün 500.000 olan xəritədə A və B şəhərləri arasında məsafə 15 santimetrdir. Həqiqi məsafəni hesablayın. Baxın, burada məndən nəyi soruşur? Həqiqi məsafəni soruşursa, mən həqiqi məsafənin düsturundan istifadə edərəm. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Baxın, burada da qeyd etmişik. Baxın, bu düsturdan istifadə edirik. Və biz bundan qabaq nə etməliyik? Miqyasımızı izahlı miqyasa çeviririk. Sıfırların sayına baxırıq, yoldaşlar. 1 bölünsün 5-dən sonra 1, 2, 3, 4, 5 dənə sıfır var. Yerdə qalır 5. Bu mənim artıq izahlı miqyasımdır. Mən bundan istifadə edəcəm. Yəni miqyasın kəmiyyəti deyirik buna biz. Miqyasın kəmiyyətindən istifadə edəcəm. Verilənləri yerinə qoyaq. Bu oldu mənim miqyasım. Bu 15 santimetrdə oldu mənim xəritədəki məsafəm. Bizə qalır nə? Verilənləri yerinə qoymaq. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Baxın, xəritədəki məsafə və ya miqyas vurulsun, fərqi yoxdur. Xəritədəki məsafə 5 vurulsun 15. O dedər 75 kilometr. Bu birinci məsələnin həlli. İkinci məsələmizə baxaq. Miqyası 1 bölünsün 800.000 olan xəritədə iki məntəqə arasında məsafə 7.5 santimetrdir. Məntəqələr arasında yenə bizdən nəyi soruşur? Həqiqi məsafəni soruşur, yoldaşlar. Xəritədəki məsafə vurulsun miqyasdır. Düsturumuz budur, buna gətirməliyik. Yəni, belə deyək də, miqyas məsələlərində bizə 3 dənə verilən olur, yoldaşlar. 3 veriləndən bizə ikisi məlum olmalıdır ki, biz 3-cü veriləni tapa bilək. Burada da baxıram. Bu mənim miqyasım, bu da mənim xəritədəki məsafə. Nə bilirəm xəritədəki məsafədir? Santimetrlə verilib. Santimetrlə verilibsə, bu mənim xəritədəki məsafəm olur. Və bizim ilk işimiz nə olur həmişə? Miqyası izahlı miqyasa çevirmək. 5 dənə sıfır var yenə. 5 dənə sıfırı silirik, qalır 8. Və verilənləri düsturda yerinə qoyaq. Xəritədəki məsafə 7,5 santimetr vurulsun. Miqyasımız da 8 kilometr. Bərabərdir. Miqyasın kəmiyyətidir o, qeyd etdiyimiz kimi. Edər 60 kilometr. Baxın, niyə sonra kilometr yazırıq? Çünki burada 5 sıfır silmişəm. Bayaq dediyimiz söhbət. 5 sıfır sildiyimə görə bu kilometr olur. Və aldığım rəqəmin sonuna da kilometr yazıram. Burada 2 sıfır silsəydik, aldığım rəqəmin sonuna metr yazardıq. Sonra baxaq. 3-cü məsələyə baxaq. Burada bizə nə deyir? Görək hansı düsturdan istifadə etməliyik. Deyir ki,
Qatar şimaldan cənuba doğru 1000 kilometr yol getmişdir. Nə yaxşı. Qatarın getdiyi məsafə 1 bölünsün 25 milyon miqyaslı xəritədə neçə santimetr olar? Yoldaşlar, baxın, 1000 kilometr yol gedib Qatar və miqyas verib bizə. Bizdən miqyas xəritədə soruşur ki, xəritədə nə qədər olar? Tez düsturu yadımıza salırıq. Xəritədəki məsafəni tapmaq üçün mən həqiqi məsafəni miqyasa bölməliyəm. Demək, xəritədəki məsafəni tapmaq üçün nə etməliyəm? Xəritədəki məsafə bərabərdir həqiqi məsafə bölünsün miqyas. Baxın, bu düsturdan istifadə edirik. Bu 1000 kilometr mənim nəyim olar sizcə? Həqiqi məsafəm olar. Kilometrlə verilən, metrlə verilənlər nəyimiz olurdu? Həqiqi məsafəmiz olurdu. Bəli. Bu da bizim təbii ki, miqyasımızdır, məlum məsələdir. Miqyası tez sıfırların sayına baxırıq. 1, 2, 3, 4, 5 dənə sıfır silik yerdə qalır. 250. İndi verilənləri çox rahatlıqla yerinə qoyaq. 1000 bizim 1000 kilometr bizim nəyimizdir? Həqiqi məsafəmiz. Bölünsün miqyasımızın kəmiyyəti, yəni 250. O dedər 1000 bölünsün 254 santimetr edər. İkinci məsələyə baxaq. İki məntəqə arasında məsafə 80 kilometrdir. Avtomatik bu 80 kilometr nədir? Mənim həqiqi məsafəmdir. 1 bölünsün 2 milyon isə mənim miqyasımdır. Baxın yoldaşlar, yenə mənim həqiqi məsafəm var və miqyasım var. Məsələni düsturdan istifadə edirəm. Yenə qayıtdıq düstura. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə böl nə? Miqyas. Deməli, həqiqi məsafəm 80 kilometr. Tez yazdım. Yenə miqyası keçirdir izahlı miqyasa. 1, 2, 3, 4, 5, 0. Yerdə qalır 20. Bölünsün miqyasa 20-yə. 80-i 20-yə böləndə yenə də 4 santimetr düşər. Bu, keçirik növbəti məsələ tipinə baxaq. Dördüncü suala baxaq. Yer səthində iki məntəqə arasında məsafə 28 kilometrdir. Xəritədə bu məsafə 4 santimetr verilmişdir. Xəritənin bizdən miqyasını istəyir. Baxın, 28 kilometrdir. Xəritədə bu məsafə 4 santimetrdir. Mən miqyasın düsturundan istifadə edirəm. Yəni, miqyas bərabərdir həqiqi məsafə böl xəritədəki məsafə. Verilənlərimizi çox rahatlıqla yerinə qoyaq. 28 kilometr mənim həqiqi məsafəmdir. 4 santimetr isə xəritədəki məsafəmdir. 28 bölünsün 4, 7. İndi biz bunu izahlı ədədi miqyas kimi ola bilər, izahlı miqyas kimi, xətti miqyas kimi bizdən soruşar. Baxın, mən burada nəyi bölmüşdüm? 28 kilometri bölmüşdüm. Bayaq ədədi miqyas, izahlı miqyasa çevirmək üçün necə ki 5 dənə sıfırı silirdim. Ondan sonra yanına yazırdım kilometr. Baxın, burada da kilometri böldüyümə görə 7-ni yazıram. 1 bölünsün 7. Baxın 7. Əlavə edirəm yanına 5 dənə sıfır. Çünki kilometri bölmüşəm yoldaşlar. Əgər metri bölsəydim, mən bunun yanına 2 sıfır əlavə edərdim. Bunu bizdən xətti miqyas kimi istəsə yoldaşlar, xətti miqyas kimi belə bir şey yazırıq. Baxın, bura yazıram 7, bura 0, 7, 14, 21. Sonda isə yazıram kilometr. Bu olur bizim ədədi miqyasımız. Daha sonra davam eləyək vaxt itirmədən məsələ şərtlərinə baxaq. Yenə deyirəm, məsələnin sadəcə mahiyyətini başa düşdükdən sonra miqyas məsələləri çox rahat bir şeydir. Yəni orada çətin, qeyri-adi bir şey yoxdur. Miqyası məlum olmayan xəritədə 40 və 44 şimal enliklərində yerləşən məntəqələr arasında ən qısa məsafə 22,2 santimetrdir. Bu xəritənin xətti miqyasını müəyyən edək. Yoldaşlar, bizə baxın, yalnız burada 22,2 santimetr verib. Bu da məlumdur ki, santimetrlə verdiyinə görə bizim xəritədəki məsafəmizdir. Yaxşı, bəs bizdən də miqyası soruşur. Baxın, deyir, miqyası müəyyən edin. Biz tapmalıyıq miqyası. İndi baxın, miqyas bərabərdir həqiqi məsafə böl xəritədəki məsafə. Mən miqyası tapmalıyam. Bu heç. Mənim xəritədəki məsafəm məlum. Bəs mən həqiqi məsafəni hardan almalıyam? Həqiqi məsafəni burada bizə verilən koordinatlardan istifadə edərək tapırıq yoldaşlar. Bizə 2 dənə enlik verib 44 şimal enliyi və 40 dərəcə şimal enliyi.
Bunlar arasındakı biz kilometr fərqini tapmaqdan ötürü birinci dərəcə fərqini tapırıq. Hər iki məntəqəmiz eyni yarımkürədə yerləşdiyi üçün bunları çıxarıq. Qalar 4 dərəcə. Dərəcəni kilometrlə çevirmək üçün meridian istiqamətində nə edirik? Vururuq 111 kilometrə. Çünki 1 dərəcəlik meridian qövsümüz 111 kilometr. Yəni sən 1 dərəcə yol getsən 111 kilometr gedərsən. 4 dərəcə getsən nə qədər gedərsən? 444 kilometr. Mənim baxın kilometr dedim. Avtomatik kilometr dedimsə bu da mənim həqiqi məsafəm olur. Artıq mən bayaq dediyim şeyə bir də gəlirik. Bizdə miqyas məsələlərində 3 veriləndən ikisi məlum olmalıdır ki, biz digərini tapaq. Burada biri məlum idi. Bundan istifadə etdik, ikincini də tapdıq. Yəni həqiqi məsafəni də tapdıq. Oldu 444 bölünsün. Xəritədəki məsafə nə qədərdir? 22 tam onda 2. 444-ü 22 onda 2-yə böləndə edir 20. Yoldaşlar, bu 20 mənim miqyasımdır. Eyni qayıdıram bayaqki söhbətə. 1 bölünsün. 20 kilometri bölmüşdüm deyə yenə neçə sıfır yazıram yanına? 5 sıfır yazıram. 1, 2, 3, 4, 5. Bu da oldu mənim miqyasım. Bunu xətti miqyas kimi də yaza bilərik, qeyd edə bilərik. Heç bir problem yoxdur. Daha sonra bu bizim məsafə düsturlarımız idi. Hansı ki biz bundan bir ərazi ilə digər ərazi arasındakı məsafəni, miqyası, xəritədəki məsafəni hesablayırdıq. İndi gəlirik bizdə düsturların köməyi ilə sahələri hesablamağa yoldaşlar. Baxın, biz sahələri hesablayacağıq. Sahələri necə hesablayırıq bəs? Yaxşı, buna baxaq. Birinci növbədə yadımızda saxlayaq. Düsturlarımız demək olar eynidir. Baxın, bu həqiqi sahə mənasına gəlir. Bu xəritədəki sahə yenə böyük M isə miqyas mənasına gəlir. Yəni bu xəritədəki sahə mənasını verir. Bu həqiqi sahə, bu da miqyas. Burada izahlarını vermişəm bunların. Həqiqi sahəni tapmaq üçün xəritədəki sahəni vururam miqyasın kvadratına. Eyni xəritədəki məsafəni tapmaq üçün də belə iş görürdük. Sadəcə bir dənə fərq var ki, məsafədə miqyası kvadrata yüksəltmirik. Amma sahə sözünü görəndə yalnız və yalnız nəyi kvadrata yüksəldirik? Miqyası. Baxın, heç vaxt həqiqi sahəni, xəritədəki sahəni kvadrata yüksəltməyin. Bu olmaz. Bu qəbul edilməzdir. Demək, sahə düsturlarında miqyası kvadrata yüksəldirik. Bunu yadımızda saxlayaq. Və indi bunu da misallarla, məsələlərlə baxaq. 1 bölünsün 800 min miqyaslı xəritədə 4 kvadrat santimetr yer tutan bataqlığın həqiqi sahəsini tapaq. Çox rahat, çox asan. Mən bu düsturdan istifadə edəcəm. Həqiqi sahə, yenə baxın. Nə yazıram? Yazıram. Həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun nə? Miqyasın kvadratı. Bu kvadrat sözünü yaddan çıxartmayaq. Xəritədəki sahə nə qədərdir? 4. Yazıram 4. Vurulsun. Miqyası yenə çevirəm izahlı miqyasa. 1, 0, 2, 3, 4, 5 0 siləndə yerdə qalır 8. Yəni miqyasın kəmiyyəti 8. Yazıram 8-in nə? Kvadratı. Yəni 4 vurulsun 64. Bu da edər 256 kvadrat kilometr. Baxın, həqiqi sahəni bu cür tapdıq. Başqa bir tipə baxaq. Deyir ki, 1 bölünsün 600 min miqyaslı xəritədə 3 kvadrat santimetr yer tutan su anbarının həqiqi sahəsini hesablayın. Həqiqi sahənin düsturunu yazıram. Xəritədəki sahə vurulsun nəyin? Miqyasın kvadratı. Yenə verilənləri yerinə qoyaq da. Xəritədəki sahə nə qədərdir? 3 vurulsun. Miqyası izahlı miqyasa çevirirəm. 5 0 silirəm. Qalır 6. 6-nın kvadratını yazıram. 3 vurulsun 36. Bu dedər 108 kvadrat kilometr. Yoldaşlar, yenə deyirəm. Çətin bir şey yoxdur. Özünüzü qorxutmaqlıq bir şey yoxdur burada. Daha sonra baxaq görək məsələ tiplərimizi artıq keçirik. Yəni burada da bir neçə sahə məsələsinə baxıb sonra artıq qarışıq miqyasa aid bir neçə məsələ tipinə baxacağıq. Videomuz təxminən yarım saat 35 dəqiqə ərzində yekunlaşır. 30-35 dəqiqəlik bir videomuz var. Baxın, yer səthində eni 30 kilometr, uzunluğu 60 kilometr olan ərazi 1 bölünsün 3 milyon miqyaslı xəritədə neçə kvadrat santimetr sahə tutar? Mən xəritədəki sahəni soruşur bizdən, düzdür?
xəritədəki sahənin düsturunu yadıma salıram. Nə idi? Xəritədəki sahə bərabərdir. Həqiqi sahə, yer üzərindəki sahə bölünsün miqyasın kvadratı. Baxın, xəritədəki məsafə də belə idi. Xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə bölünsün miqyas. Burada sadəcə kvadrata yüksəldirik. İndi baxın. Yenə eyni qayıdıram yenə bayaq dediyimə. Burada mənim miqyasım məlumdur, amma həqiqi sahəm məlum deyil. Həqiqi sahəm mənə bir qədər çətinləşdirib. Niyə? Çünki enin və uzunun verib. Bir ərazinin enin uzunun verib. Mən sahəni özüm tapmalıyam. Sahəni tapmaq üçün təbii ki, nə edirəm? Eni uzununa vururam. 30-u vururam 60-a ki, mən o ərazinin həqiqi sahəsini tapım. Çünki kilometrləndir. Bilirəm ki, həqiqi sahədir. Bu dedir 1800 kvadrat kilometr. Tez bildim ki, bu oldu mənim həqiqi sahəm. Xəritədəki sahəmi tapıram mən. Miqyasım da məlum. Tez miqyasdan 5 0 silirəm. Yerdə qalır 30. Yazıram. Xəritədəki sahə bərabərdir. Həqiqi sahəm nə qədərdir? 1800 bölünsün miqyasın kvadratı. Yəni 30'un kvadratı. O da edər 1800 bölünsün 900. Bu da 2 kvadrat santimetr olar. Yəni bu xəritədə 2 kvadrat santimetr ərazi tutmuş olar. Yoldaşlar, növbəti məsələyə baxaq. Yəni bu məsələlər çətin deyil. Başa düşmək lazımdır. Həqiqi sahəsi 225 kvadrat kilometr olan su hövzəsinin xəritədə sahəsi 9 santimetrdir. Xəritənin miqyasını soruşur bizdən. Miqyasın düsturu bu şəkildədir. Miqyas bərabərdir kök altında həqiqi sahə bölünsün xəritədəki sahə. Yaxud miqyasın kvadratı bərabərdir həqiqi sahə bölünsün xəritədəki sahə. Eynidir. Bax, bu düstur eyni şey. Bundan birinci düsturdan istifadə edələsəniz, bax bundan istifadə eləsəniz daha yaxşı olur. Budur 2 yazsaq, birincidən istifadə eləsəniz daha yaxşı olar. Mən miqyası tapmaq üçün həqiqi sahə nə qədərdir? 225 bölək 9. Bu da mənim xəritədəki sahəmdir. 225'i 9'a böləndə edir kök altı 25. Bundan da 5 çıxır. Bunu miqyas kimi yazanda yazaram. 1 bölünsün 5. Yoldaşlar, bunun yanına neçə dənə 0 yazaram? Təbii ki 5 0. Çünki nəyi bölmüşəm? Kilometri bölmüşəm. 1, 2, 3, 4, 5. Bu da oldu mənim miqyasım. Növbəti suala baxaq. Demək ki, miqyası 1 bölünsün 2.500.000 miqyaslı xəritədə A və B məntəqələr arasında məsafə 12 santimetrdir. Bu məntəqələr arasında yer səthi üzrə həqiqi məsafəni hesablayın. Tez bayaqki düsturu yadıma salıram. Həqiqi məsafə bərabərdir. Nə? Həqiqi məsafəni tapmaq üçün. Nə idi düsturumuz? Xəritədəki məsafə vurulsun miqyas. İndi mən verilənləri yerinə qoyum. Baxın, 12 santimetr. Santimetr olanda dedik, bu bizim xəritədəki məsafəmiz. Tez miqyasımızdan sıfırlarımıza baxaq. 1, 2, 3, 4, 5, 0. Yerdə qalır 25. Miqyasımız da 25'dir. Ya verilənləri yerinə yazaq. Xəritədəki məsafə 12 vurulsun. Miqyasımız da 25. 12 vurulsun 25. Daha doğrusu burada 12 yox. 12 vurulsun 25'dir. Bəli, 12 vurulsun 25. Düzdür. Bu da edər 300. 300 yanına da 1 kilometr yazaram. Onlar mənim həqiqi məsafəm. Daha sonra növbəti suallara baxaq. Bir bölünsün 20 milyon miqyaslı xəritədə ekvator üzərində yerləşən A və B məntəqələri arasında məsafə 22,2 santimetrdir. Bu məntəqələr arasında qalan ekvator qövsünün uzunluğunu təyin edin. Yəni ki, tapın görək neçə kilometrdir da bu uzun sözün qısası. Bu mənim miqyasımdır yoldaşlar. 3 dənə, 5 dənə sıfırı silərəm. Yerdə qalar 1, 200. Tez miqyasımı tapdım. Bu 22,2 santimetrdə mənim xəritədəki məsafəmdir. Bayaqki dediyimiz cümləyə bir təkrar qaydıram. Ya 4-cü ya 5-ci dəfədir. Miqyas məlum, xəritədəki məsafə məlum. Nə məlum deyil? Həqiqi məsafə məlum deyil. Onu da tapmaq üçün xəritədəki məsafəni vurarıq miqyasa. Yəni 22,2 vurulsun 200, o da edər
4440 kilometr eder. Daha sonra yer səthində A və B məntəqələri arasında məsafə 3000 kilometrdir. Bu məsafə 1 bölünsün 6 milyon miqyaslı xəritədə neçə santimetrdir? Bu 3000 kilometr olar təbii ki həqiqi məsafə. Bu da olar miqyas. Miqyası çevirdik. 1, 2, 3, 4, 5 0 sildik. Yerdə qaldı 60. Miqyasın cəmiyyəti. Xəritədəki məsafəni tapmaq üçün düstur yazaq. Xəritədəki məsafə tapmaq üçün həqiqi məsafəni bölərəm. Nəyə? Miqyasa. Həqiqi məsafə nə qədərdir? 3000. Verilənləri yerinə yazıram. Bölünsün. Miqyas nə qədərdir? 60. Təbii ki 3000 60-a böləndə də edər 50 santimetr. Növbəti suala baxaq. 1 bölünsün 12 milyon 500 min miqyaslı xəritədə A və B məntəqələr arasında məsafə 8 santimetrdir. Digər xəritədə bu məntəqələr arasında məsafə 20 santimetrdir. İkinci xəritənin miqyasını tapın. Baxın yoldaşlar, burada artıq mənə miqyas verilib burada. Burada bir xəritədəki məsafə verilib. Burada da bir dənə xəritədəki məsafə verilib. Mənə 3 verilən varsa, mən ilk 2 veriləndən istifadə edib mənə məlum olmayan nədirsə onu tapıram. Miqyas və xəritədəki məsafə var da. Bu birinci miqyas, bu da xəritədəki məsafə. Mən bunlardan istifadə edib həqiqi məsafəni tapmalıyam. Yəni xəritədəki məsafəni vurmalıyam miqyasa. Gəlin vuraq. Xəritədəki məsafə 8 santimetrdir. Miqyası çevirdik 1, 2, 3, 4, 5. Qaldı 125. Vurulsun 125 edər. Deməli 125 vurulsun 8 edər 1000 kilometr. Baxın yoldaşlar. 1000 kilometr mən bunlardan istifadə etdim. Həqiqi məsafəni tapdım. İndi məsələnin ikinci hissəsinə keçid edirəm. Bu məsələləri sanki 2 addımlıq məsələlərdir. Bu birinci addım idi. İndi keçirəm ikinci addıma. Yəni məsələnin ikinci hissəsini. Digər xəritədə bu məntəqələr arasında məsafə 20 santimetrdir deyir. Baxın 20 santimetr xəritədəki məsafədir. Mən miqyası tapmaq üçün bir də həqiqi məsafəni bilməliydim. Onu da özüm tapdım. Bax bu birincidən istifadə elədim. İkinci addımda da mən miqyası tapmaq üçün həqiqi məsafəni bölərəm xəritədəki məsafəyə. O da olar 1000. Yəni bu həqiqi məsafədir, bölünsün. Xəritədə də 20-dir. 1000-i də 20-yə bölərəm, düşər 10. Bunu miqyas kimi yazaram. 1 bölünsün 10. Yanına neçə 0 əlavə edərəm? 5 0. Çünki kilometri bölmüşdüm. Bu da oldu mənim miqyasım. Oldu mu? Bu 3 verilənli məsələlərdə ilk 2 veriləndən istifadə edirik. Yəni ilk 2 məlumatdan istifadə edirik. Bizə məlum olmayanı tapırıq. Sonra məlum olmayan tapıldı. Məsəl üçün həqiqi məsafədir, miqyasdır. Onunla digər 3-cü veriləni birləşdirib başqa bir şey tapırıq. Yəni addım-addım gedirik. 2 mərhələlidir. Xəritənin miqyası 1 bölünsün 200 mindir deyir. Xəritə üzərində yolun uzunluğu 16 santimetrdir. Həqiqi uzunluğu hesablayın. Tez həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun. Miqyas yazıram. Miqyasın 5 dənə sıfırını silirəm. Qalır 2. Bu da 16. Xəritədəki məsafə 16. Miqyas da 2. 16 vurulsun 2. 32 kilometr edir. Ərazidən keçən dəmir yolunun uzunluğu 450 metrdir. Yolun uzunluğu 9 santimetrdir. Miqyası tapaq. Miqyas bərabərdir. Həqiqi məsafə bölünsün xəritədəki məsafə. Həqiqi məsafəmiz nə qədərdir? 450 metr. Bölünsün nə qədərdir? 9 santimetr. Bölünsün 9 santimetr. 450-ni 9-a böləndə edər 50. Yoldaşlar, indi burada bir məsələ var. Biz nəyi böldük? Metri. Ona görə nə yazıram? 1 bölünsün 50. 50-nin yanına neçə 0 yazaram? 2 yoxsa 5. Yoldaşlar, metr olduğuna görə 2 dənə 0 əlavə edirəm. 1 bölünsün 5000 oldu bizim miqyasımız. Sonuncu, dünyanın siyasi xəritəsi üzərində Bakıdan Londona düz xətt boyunca uçan təyyarın yolunun uzunluğunu hesablayın deyir. Təyyarənin sürətinin 800 km olduğunu bilərək yola nə qədər vaxt sərf edildiyini müəyyən edin. Baxın, görək Bakı ilə London arasında ilk növbədə nə qədər fərq var. Neçə kilometrdir Bakı ilə London?
London Greenwich üzərində yerləşir. Bakı 50 dərəcəlik şərq uzunluğunda yerləşir. Bunlar 40 dərəcəlik paraleldə yerləşir. Baxın, bu bizə lazım. Niyə? Çünki 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Mən Greenwichdən, yəni Londondan Bakıya qədər yol getsəm 50 dərəcə yol gedərəm. Amma 40 dərəcə paralelin üzəri ilə gedirəm ha. Burada 1 dərəcə getsəydim 85,4 kilometr gedərdim. Amma getmişəm 50 dərəcə. Neynirəm? 50-ni vuraram 85,4-ə. Nə edər? Edər 4270. 4000. Deməli edər 4270 kilometr. Və bizə deyir ki, təyyarənin sürəti 800-dür. Təbii ki, bunu da 4270-i bölərəm 800-ə. Görək bu yolu 800 ilə gedibsə, gedilən yol zaman tapırıq da, belə deyək. 4270-i bölür, bu da təxminən düşür 5. Yəni 5 saata gedər. Bu məsələlər idi yoldaşlar. Yəni miqyasa aid olan məsələ tipləri idi. Demək olar ki, hər birinə baxdıq, yekunlaşdırdıq. Sağ olun, özünüzdən müğayət olun.